İmam Rza Əleyhissalamın bu müqəddəs şəhərində hər birinizə duacıyıq, hər birinizə yad edirik. Əzizlərimiz də bu cür gözəl verilişlərə dəstək olsunlar, baxsınlar, paylaşsınlar. Çünki burada danışılanlar Əhl-i-Beyt əleyhissalamın məarifidir. O gün olsun İmam Zamanın, Əcəlallah Fərcəv Şərifin zuhurunda, həcc mərasimində bu Qurban Bayramını qeyd edək. Kabab eləsin, yesin, söhbət bitsin. Qurban kəsməyinin bizim üçün mənəvi mesajları var ki, əsası budur ki, biz qurban kəsməklə nəfsimizi də zibh eləməliyik. Bu adını qurban kəssin. Zamanı elə zamanadır ki, fasilələrimiz çoxalıb. Yəni hətta baxırsan yaxın qohumdur, qardaşdır, bacıdır, əmidir, dayıdır, bibidir. Qohumlarla əlaqə fasiləsi çoxalıb. Bayramlar bizə deyir ki, silə rəhm bu günlərin əsas əməllərindəndir ki, yerinə yetirməyi çox tövsiyə olunur. Gedib qohumlara baş vurasan, fəqirə verdiyimiz salamla varlıya verdiyimiz salam arasında fərq var. Əgər fərq varsa gərək özümüzü düzəldək, səhvdəyik. Əgər fərq yoxdursa xoş halımıza ki, Allah Taala da bunu sevir, bunu bəyənir. Salam əleykum, dəyərli tamaşaçılar, hər birinizi xoş gördük. Dəyərli müsəlman bacı qardaşlarımız, İmam Rza Əleyhissalamın müqəddəs şəhəri olan Məşhəd şəhərindən siz əzizlərimizin xidmətindəyik. İlk dəfə olaraq Məşhəd şəhərindən Məşhəddən mesaj verilişində siz əzizlərimizin xidmətində olacağıq və inşallah siz əzizlərimizin dualarına ehtiyacımız var ki, biz bu məsələdə, bu yolda sabit qədəm olaq, uğurlu olaq və sözsüz ki, sizin dualarınızın çox böyük təsiri var. İmam Rza Əleyhissalamın bu müqəddəs şəhərində hər birinizə duacıyıq, hər birinizə yad edirik. Nəzərinizə çatdıraq ki, verilişimiz qonaqlarımızdan ibarət olacaq, müxtəlif mövzular olacaq və inşallah əziz qonaqlarımız sizlərimizin xidmətində olacaqlar. Bugünkü verilişimizdə dəyərli qonaqlarım, əziz ekspertlərimiz Kərbəlayı Əli Əlizadə bizim qonağımızdır və eyni zamanda əziz qardaşım Kərbəlayı Rüfət Ağayev bizim qonağımızdır. İnşallah irəliləyən dəqiqələrdə bu əziz qonaqlarımızdan istifadə edəcəyik. Salam Kərbəlayı, xoş gəlmisiniz. Əleykum salam və rəhmətullah. Xoş gördük. Mən də siz əziz qardaşlarımı və bizi izləyən əzizləri salamlayıram. Məxsusən bu gün gözəl bir gündə, Qurban Bayramında və belə bir verilişin ərsəyə gəlməyində bütün zəhməti olan əzizlərə təşəkkür eləyirəm. Allah Taala işlərinizi uğurlu etsin. İnşallah əzizlərimiz ki bizi izləyir, əzizlərimiz də bu cür gözəl verilişlərə dəstək olsunlar, baxsınlar, paylaşsınlar. Çünki burada danışılanlar Əhl-i-Beyt əleyhissalamın məarifidir, Allah Taalanın buyurduqlarıdır. İmam Rza Əleyhissalamın bu müqəddəs şəhərində mesajlarımız var, dini mesajlardır, dinin buyurduqlarıdır. İnşallah sizlər üçün çatdırmaq fikrindəyik. Siz də inşallah bunu digərlərinə çatdırın ki, daha çox insan görsün və öz dini məlumatlarını əldə etsin. İnşallah, təşəkkür edirik. Allah razı olsun. Salam Kərbəlayı, sizə xoş gəlmisiniz. Allah köməyiniz olsun inşallah. Mən öz adımdan siz əzizləri, kamera arxasında olan qardaşlar ki var bu çəkilişdə eləyirlər, hamınızı təbrik edirəm. İslam ümmətini təbrik edirəm inşallah. O gün olsun İmam Zamanın, Əcəlallah Fərcəv Şərifin zuhurunda, həcc mərasimində bu Qurban Bayramını qeyd edək. Allah dərgahında qurbanlarımızı kəsək. Allahın lütfündən, feyzindən inşallah istifadə edək. İnşallah, təşəkkür edirik. Bəli, biz də bu təbrikləri qoşuluruq. Əziz, dəyərli mömin və möminə bacı qardaşlarımızı səmimi qəlbdən təbrik edirik. Qurban Bayramı böyük bir bayramdır. İnşallah bugünkü mövzumuz da elə Qurban Bayramı haqqında olacaq. Qurban Bayramının mahiyyəti, Qurban Bayramında, yəni bayram günündə hansı əməllər yerinə yetiriləcək. İnşallah bu barədə biz geniş danışacağıq Allahın izni ilə. Bəli, proqramımız davam edir, verilişimiz davam edir. İlk sualımı istəyirəm Kərbəlayı Əlidən edim ki, Qurban Bayramının müsəlman həyatı üçün əsas mənəvi mesajı nədir? Çünki biz bilirik ki, hər bir bayramın özünə məxsus özəllikləri var, yəni xüsusiyyətləri var. Qurban Bayramının müsəlman həyatında nə kimi özəllikləri var? Bismillahirrahmanirrahim. Bəli, qeyd etdiyiniz kimi Allah Taala bir sıra günləri Əyyamullah qərar verib. Yəni Allahın günləri. Hər bir gün Allahındır. Bütün günlərdə Allahın ibadəti yerinə yetirilməlidir.
Amma bəzi günlər var ki, bu günlər xüsusi günlərdir. O günlərdən biri də Qurban Bayramıdır. Qurban Bayramı o bayramlardandır ki, Eydül Əzha da deyərlər. Yəni çox əzəmətli bir bayramdır ki, Quranda bu barədə buyurulur, danışılır və ondan yanaşı peyğəmbərlər, imamlar bu bayramın əzəmətindən bizə çatdırırlar. Allah Taala bəhanə axtarır ki, biz insanları bağışlasın. Əlimizdən tutsun, bizi hidayətə doğru aparsın. Bu cür bayramların da olmağı Allahın bizə bir rəhmətidir. Allah Taala bir rəhmət göndərmək istəyirsə, bu cür bayramlarla bizim üçün bir bəhanə yaradır. Qeyd etdiyiniz kimi Qurban Bayramı da o bayramlardandır ki, bizi islaha doğru aparır. Bizim üçün mənəvi bir mesajı var. O mesajlardan birinə biz işarə etmək istəsək, barəsində danışmaq istəsək, elə qurban sözünün mənasına baxmaqla ələ gətiririk ki, qurban yəni yaxınlaşmaq. Qurb sözündən. Elə qurb sözündəndir, yəni yaxınlaşmaq. Nəyə yaxınlaşmaq? Allaha yaxınlaşmaq. Neynəmək? İnsanın qurban kəsməyi əzizlərimiz diqqət eləsin. Elə bu olmamalıdır ki, bir heyvan kəssin, kabab eləsin, yesin, söhbət bitsin. Qurban kəsməyinin bizim üçün mənəvi mesajları var ki, əsası budur ki, biz qurban kəsməklə nəfsimizi də zibh eləməliyik. Baxın, təəssüflər olsun, siz də çox görmüsünüz, mən çox bunun şahidi olmuşam. Bizim cəmiyyətimizdə bir dənə səhv ideologiya var ki, gedirlər, nə bilim, bir heyvanı alırlar, kəsirlər, qohum-əqrəba oturur, kabab eləyir, yeyir. Amma qurbanın, bəli, mənəvi mesajı bu deyil. Qurban Bayramının mənəvi mesajı budur ki, biz ki, məsələn, eləyə bilirik, əti hər ay yeyək, hər həftədə yeyək, elə insanlar var ki, onların ehtiyacı var. Ət ala bilmirlər, kasıbdılar, fəqirdirlər. Ən azından eybi yoxdur, demirəm qohum-əqrabaya vermə, onlara da ver ki, inşallah qardaşımız onun şəri hökmlərində işarə edəcəklər ki, kimlərə verilsin, necə paylanılsın. Qohum-əqraba ilə yanaşı fəqirləri də nəzərə al. Eynən bu nəyə bənzir? Biz bəzən görürük ki, Ramazan ayında iftar süfrəsində elə şəxsləri iftara çağırıb ki, deyir, bu nə iftarıdır, getsəydim filan restoranda bundan yaxşı olacaq. Ehtiyacı yoxdur. Bəli, ehtiyacı yoxdur. Qurban Bayramında da buna diqqət olunmalıdır ki, Allah eləməsin, o şəxsləri ki, ehtiyaclı deyil, aparıb əti verməyək ki, soyuducusunda iylənsin. Qalsın, heç istifadə eləməsin. Mənəvi mesajı budur ki, fəqirləri başa düşək. Və bununla yanaşı, qurbanın o mənəvi mesajı budur ki, Allaha yaxınlaşaq. Necə Allaha yaxınlaşa bilərik? Qurban kəsmək tək heyvan kəsmək deyil. Qurban kəsmək nəfsimizi kəsməkdir. Nəfsimizdən keçməliyik. Nəfsimizi zibh eləməliyik ki, Qurban Bayramının o mənəvi mesajına əməl etmiş olaq. Bu biridir, çoxdur inşallah əzizlərimiz mütaliə eləsinlər, görsünlər ki, Allah Taala bu ayda bizə hansı mesajları ötürür ki, əsası budur ki, nəfsimizlə mübarizə və Allaha yaxınlaşmaq üçün bu bayramdan istifadə. Necə ki, Həzrəti İsmail qurban kəsilirdi və atası İbrahim o əzəmətli bir şəxs ki, oğlu İsmail idi, nəfsinin itaətində durmadı, onu qurban kəsməyə hazır oldu ki, Allaha yetişsin. Bəli, çox gözəl, təşəkkür edirik, gözəl izah verdiniz, minnətdaram. Kərbəlayı Rüfət, insanlar sual edirlər ki, nəyə görə Qurban Bayramında heyvan qurban edilir? Məsələn? Bismillahirrahmanirrahim. Bu bir tarixi bir mövzudur, yəni bu qayıdır Hz. İbrahim əleyhissalamın dövrünə. Hz. İbrahim əleyhissalamın dövründə nəzər salanda görürük ki, insanlar vaxtları insanları qurban edirdilər. Allah da Hz. İbrahimdən bir imtihan istəyir. Çox imtihanlar istəyib. Ən böyük imtihanlar rivayətlərimizə baxanda görürük ki, bu imtihandır ki, Hz. İbrahim öz övladını qurban kəssin. Ki, niyə? Burada yəni sınaq edir ki, görə hələ bu müşriklər, bu kafirlər ki, Allah'ı tanımırlar, taxtadan, palçıqdan yaratdıqları bütə istayiş edirlər və bu bütlər də hətta bunlardan istəmədiyi halda öz övladlarına bu bütlərə qurban verirlər. Görə ki, bu əzəmətli xaliq olan Allah ki, öz xəlil olan dostundan övladını istəsə, bunu qurban verəcək, yoxsa yox.
Həzrət İbrahim də bu işdə çox nailiyyət əldə eləyir. Həqiqətən də, yəni düzü övladıdır. Amma axıra kimi sədaqətini Allaha göstərir və Allah da bu sədaqətin müqabilində Həzrət İbrahimə yəni bir qoç göndərir. Öz yəni hədiyyəsi olaraq. Yəni deyir ki, sən ki bu imtahandan belə deyək 20 aldın, ali qiyməti aldın, bunun hədiyyəsi qoçdur. Bunu kəsin. Və bu qoçun da özü bir, Allah özü bunu nə deyir? Quranda deyir ki, bu qurbanlıq Allahın nişanəsidir. Allahın yəni bir əlamətidir sizin üçün. Ki siz əgər həqiqətən də əziz qardaşımız ki, burada öz nəfsinizi ayağınızın altına qoya bilsəz, o nemət ki Allah tərəfindən gəlir və siz o nemətdən əxs edirsiniz, əldə gətirirsiniz, o neməti mən sizə göndərmişəm. O Allahın, kərim olan Allahın insanlara göndərdiyi nemətdir və bu insanlar da Həzrət İbrahimdən bu tərəfə olan insanlar da bu qoyundan, dəvədən və yaxud inəkdən ki, qurbanlar kəsirlər Allah yolunda, əsl niyyətləri ət deyil. Əsl niyyətləri Allahın rızayətini, Allahın belə deyək ki, razılığını əldə etməkdir. Əhsənt. Mən əsas məqsəd burada Allahın razılığını ələ gətirmək. Çünki qardaşımız da Kərbəlayı da buyurdu ki, qurb ki deyirik Allaha yaxınlaşmaq, yəni ki o qoçun vasitəsilə biz Allahın əmrinə itaat eləməklə Allaha yaxınlaşırıq. Bəli. Bəli, çox gözəl. Təşəkkür edirəm. Allah şükür. Minnətdaram. Kərbəlayı, bayram, hər bir bayram gününün özünə məxsus yəni əməlləri var. Bəli. Yəni istər belə deyək, sünnilərdə olsun, istər şiələrdə olsun, fərq eləmir. Bayramlarda müstəhəb əməllər qeyd olunur. Bəli. Bu müstəhəb əməllərin bir neçəsinə işarə ediniz. Bəli, qeyd etdiyiniz kimi bayram özü Allahın seçdiyi gündür. Allah Taala'nın nəzərində qeyd etdiyimiz kimi bütün günlər əzizdir, amma bəzi günlər Allah Taala daha çox dəyər verir və onun üçün ona bir sıra əməlləri yerinə yetirməyi tövsiyə edir. Və qeyd edək ki, Qurban bayramı ki biz qeyd etdik böyük bayramdır. Allah Taala istəyir bu böyük bayram elə biz üçün sırf yeyib içmək olmasın, kabab yemək olmasın. Allah istəyir ki, bizə desin ki, bu ay mənəvi bir aydır. Bu gün mənəvi bir gündür. Bu gün səni Allaha yaxınlaşdıran gündür deyənə, burada bu gündə Allaha yaxınlaşdıran əməllər yerinə yetir. Məsələn, qusl elə və yaxud da Qurban bayramının namazını qıl. Bu bayramda təmiz geyin, səliqəli geyin, ətirlən. Yəni ətirlənmək də peyğəmbərlərin, imamların sünnəsidir və onların yoludur ki, bizə tövsiyə olunub. Həmişə gözəl, təmiz geyinmək bizə tövsiyə olunub. Və bununla yanaşı buyururlar, Qədirxum günündə bir-birinizin sorağına gedin, silə rəhm eləyin, bir-birinizi arayın. Görün, bir çətinlikdə, sıxıntıda olanlarınız varsa, zəng vurun ən azından, maraqlanın. Düzdür, zamanı elə zamanadır ki, fasilələrimiz çoxalıb. Yəni, hətta baxırsan, yaxın qohumdur, qardaşdır, bacıdır, əmidir, dayıdır, bibidir, qohumlarla əlaqə fasiləsi çoxalıb. Bu bayramlar bizə deyir ki, silə rəhm bu günlərin əsas əməllərindəndir ki, yerinə yetirməyi çox tövsiyə olunur. Gedib qohumlara baş vurasan, məxsusən bu günlərdə gedib onların o çətin halında olanları, fəqirlərin qapısını döyəsən. Ki, Allah Peyğəmbəri buyurur ki, Əl-miskinu Rəsulallah. Miskin, fəqir, ehtiyacı olan Allahın elçisidir. Ola bilər Allah Taala onu sənin qapıya göndərir ki, səni imtahan eləsin. Necə ki, Peyğəmbərini göndərdi, elə görsün kim ona beyət eləyir, kim ona itaət eləyir. Bəzən fəqir də bu cürdür. Allahın elçisidir ki, biz görsün Allah Taala ki, biz ona necə yanaşırıq. Fəqirə verdiyimiz salamla varlıya verdiyimiz salam arasında fərq var. Əgər fərq varsa gərək özümüzü düzəldək, səhvdəyik. Əgər fərq yoxdursa xoş halımıza ki, Allah Taala da bunu sevir, bunu bəyənir. Bu günün əməllərindən bunlardır və əzizlərimizə mən tövsiyə edirəm. Mən adətən bunu çox tövsiyə edirəm, çox söhbətlərimdə qeyd edirəm ki, əzizlərimiz çalışsınlar, özləri də bəzən kitabları açıb oxusunlar. Təəssüflər olsun, zamanəmiz elə zamana olub ki, kitab oxumaq demək olar ki, moddan düşür. ChatGPT-yə çoxu müraciət edir ki, əməllər nədir? O da sənə deyir, 20 dənə əməl var, gəl. Amma kitabı oxumağın
xüsusi bir bərəkəti var, xüsusi bir rəhməti var. Kitab oxuyanda insan Quran ayələrini görür, hədisləri görür və o kitaba toxunur və o insanın hədislərdə də var ki, oxumaqla və yaxud da yazmaqla, yaxud da əzbərləməklə hifz eləyin. Yəni Allahın dinini, Allahın hədislərini bununla qoruyun. Ona görə inşallah əzizlərimiz özü də müraciət eləsinlər ki, məxsusən bizim çox əzəmətli alimimiz, əzəmətli bir kitab yazıb ki, Şeyx Əbbas Qumi, Allah rəhmət eləsin ağanı ki, buyurur, bütün bu Məfatihul Cinan kitabını əməl elədim, sonra yazdım. Ona görə bugün qalıb bütün evlərdə görürsən var. Əzizlərimiz açsınlar, oxusunlar, pis deyil və bir sıra digər əməllər də orada var. Bu dediyim əməllərdən əlavə ki, inşallah onları da özləri açıb baxsınlar, zəhmət çəksinlər inşallah. Çox gözəl, təşəkkür edirəm. Əziz tamaşaçılar, bir nöqtəni qeyd edim ki, əgər bizim qapımıza bir sail, bir ehtiyaclı gəlirsə, istər borc almaq ünvanı ilə, istər kömək ünvanı ilə fərq eləmir. Bunu biz bilək ki, bu Allahın bizə qoyduğu minnətdir. Nəzərə alsaq ki, İmam Sadiq əleyhissalam buyurur ki, sədəqə 70 dənə bəlanı insandan uzaqlaşdırar. Əgər biz bir sədəqə vermək, o şəxs ki, mənim qapıma gəlib, mən əgər ona köməklik edirəmsə, fərqi yoxdur. Nəyə gücüm çatırsa. Şərt deyil ki, mən çıxardım ona o qədər, məsələn, köməklik edeyim ki, o bütün yəni, öz maddi çətinliklərindən məsələn, azad olsun. Xeyr, əlimdən gələn hər nə qədər olsa, yəni verəndə də bir üzrxahlıq edək ki, üzürlü bilginə mənim əlimdən bu gəlmir. Buna gücüm çatdı. Bunun vasitəsilə Allah Taala bizdən 70 bəlanı uzaqlaşdırır. Yəni bu özü bir dənə ehtiyaclının mənim qapıma gəlməsi Allahın mənim boynuma qoyduğu bir minnətdir. Buna diqqət edək ki, yəni bu bizim üçün bir fürsət yaranır. Bu fürsəti əlimizdən qaçırmayaq. Bəli, Kərbəlayı Rüfət Qurban Bayramı haqqında ət yeməkdən danışdı, kabab eləməkdən danışdıq. Yəni bu kabab eləməyin şərtlərindən də bir-iki kəlmə danışaq. Məsələn, qurbanlıq heyvan seçərkən şəriətin özünün qayda qanunları var. Yəni imamlarımız bizə göstəriş veriblər ki, hədislər vasitəsilə, əməlləri vasitəsilə ki, qurbanlıq heyvan seçərkən onun nə cür xüsusiyyətli olmalıdır? Hansı qaydalara diqqət etmək Qurban bayramında, Qurban bayramının vacib hissəsi Mina dağında, Minada olunan qurbanadır. O zəvvarlar ki, hacılar ki gedirlər, orada onlara vacibdir. Amma bizim üçün, yəni həcc mərasimində olmayan şəxslər, misal üçün, bəndəki misalı çəkək, bizim kimi olan insanlara isə müstəhəbdir kəsmə. Amma vacib olan şəraiti budur ki, dəvə, qoyun, inək, öküz, keçi, bu heyvanlardan, iri boynuzlu və yaxud kiçik boynuzlu heyvanlardan kəsmək olar. Şəraiti də budur ki, dəvə misal üçün 5 yaşından keçməlidir. 6 yaşına, yəni daxil olan vaxtı olmalıdır. İnək, keçi misal üçün 2 yaşında olmalıdır. Qoyun yaxşıdır ki, qoç yaxşıdır ki, 7 ay tamam olsun, 8-ci aya keçən vaxtı qurbanlıq heyvan kimi istifadə olunsun. Əsas odur ki, burada əsas məsələ bunların, yəni belə deyək, yaşından əlavə odur ki, heyvan özü salim olmalıdır, sağlam olmalıdır, eyibsiz olmalıdır. Qulağı kəsik, quyruğu misal üçün kəsik, bir ayaqı quyruğunu çaqqal aparıb məsələn deyir ki, onsuz bunu pul verməzlər, bunu verim geçsin. Bu formada olmamalıdır ki, yəni bu heyvan, əl qardaşın dediyi kimi, yəni bu heyvan olsa ölürdü, bunu qurban, Allah üçün qurban kəsim, elə olmamalıdır. Ən yaxşı heyvan seçməliyik, Allah yolunda qurban kəsməliyik inşallah. Ən yaxşısını verməliyik. Bunu da qeyd edeyim ki, çox vaxt bizdə cəmaat səhv edir. Əzizlərimiz diqqətli olsunlar ki, bəzən deyir, mənim gücüm çatmır qoyun almağa, birdən xoruz kəsirəm. Qardaşımızın dediyi kimi, yəni biz həcdə deyilik, bizə vacib deyil qurban kəsmək. Yəni kimsə də səni məcbur eləmir ki, sən də gedib hökmən bir şey kəsməlisən ki, sən də qoyun ala bilmirsən, xoruz kəsirsən. Yox, qardaşımızın qeyd etdiyi kimi o heyvanlar ki, bizə şəriət çərçivəsində icazəlidir, onlar qurban kəsilir və o müstəhəb onların vasitəsilə qazanılır. Əsas məsələsi də odur ki, yəni heyvan özü salim olmalıdır. Yəni bu heyvanın, ola bilər ki, bir nəfər misal dəvə kəsmir, qoyun kəsir, amma yaxşı qoyun
tapmalıdır, seçməlidir, onu kəsməlidir. Allahu Ekber, Bismillah kəlməsi ilə, onun məxsus duası ilə ki, əzəmətli gündür. Yəni bu gün Allah neçə günləri təyin edir. Bu gündə, məsələn, Qurban Bayramında Allah bizdən yeməyi də istəyir. Demir ki, oruç tut. Yemək ye. Oruç tutmaq haramdır. Haramdır. Haramdır, bəli. Təşəkkür edirik gözəl nöqtələrə. Bir-iki kəlmə də zarafat elədik. Bu zarafat özü bir istirahət deməkdir bizim üçün. Yəni, təşəkkür edirik. Kərbəlayı, bu bayramda cəmiyyət içində birlik, yardımlaşmanı bu bayram necə gücləndirir? Ümumiyyətlə, bayaq qeyd etdiyim kimi, əziz qardaş, yəni bu bayramın əsas hədəflərindən və müstəhəbbi əməllərindən və bizə tapşırılan əməllərindən biri insanların bir-birini aramasıdır. Yəni, bu özü birlik deməkdir. Əgər baxın, Allah Teala buyurur ki, mən istəsəydim, bütün yer üzündə olan həşarətlərdən tut ta bütün insanlara, bütün varlıqlara, heyvanlar, nə bilim, dənizin üstündə olan, altında olan, nə bilim, çölündə olan hər bir varlığa mən istəsəydim, nemət verim, mənim əlimdə bir şey deyildi. Yəni o versəydim hamısına ağca qanadın qanadı qədər mənim o xəzinəmdən azalmazdı. Allah Teala bizə onu tapşırır. Biz insanlara tapşırır ki, biz onu eləyək ki, siz qeyd etdiniz əziz qardaş ki, Allah boynumuza minnət qoyub ki, siz o işi görün. Qoy siz savab aparasınız. Yəni bizi vəkil eləyir o işi görməyə. Bəzən biz görürük, uşağı göndəririk ki, məsələn, ata-ananın sözünə qulaq asmağını isbat eləmək üçün deyir, get dükandan filan şey al. Alır, gəlir, deyirsən, əhsən, barakallah, aferin. Getdi, məsələn, çörək aldın, nə bilim, qarpız aldın, dəhərini alıb gəlir. Bəzən Allah da bizi bəzi işlərin dalıca göndərir ki, bizi ucaltsın, bizə məqam versin, bizə aferin, əhsən desin. Yəni, bu da bir məsələdir ki, diqqət eləməliyik və nə təsiri var? Birlikdə əsas təsirlərdən biri budur ki, biz bu bayramda bir-birimizi dərk eləməliyik, bir-birimizi başa düşməliyik. Əvvəldə qeyd etdiyim kimi, yəni də qeyd edeyim, fəqirlərin sorağına getməliyik. O fəqirlərin yerinə özümüzü qoymalıyıq. Ki, o fəqirin ki, bugün yoxdur, yeyə bilmir, sabah mümkün idi, mənim də olmayaydı, yeyə bilməyəydim. Onun yerinə qoyub, o ki, imkanım var, bacarığım var, eləyə bilirəm, o həddə ona yardım eləyim və əl tutum, kömək eləyim ki, bizim bir, yəni də deyirəm, mən bunu çox deyərəm, həqiqətən borcumuzdur, adətən bunu elə bilirəm ki, bir vəzifə olaraq bunu deməliyəm ki, atalarımıza Allah rəhmət eləsin ki, atalar sözləri deyiblər, əl tutmaq əlidən qalıb, baxsan hədisdir. Yəni, mən bir dəfə yadımdadır, araşdırırdım, 300-dən artıq atalar sözü yığdım bir yerə, balaca bir kitabça şəklində də düzəltdik onu və bu 300-dən artıq olan atalar sözü ki, bizim doğma Azərbaycanımızda çoxu bunu deyir və insanlar arasında məşhurdur, mən onun 290 neçəsi üçün hədis tapdım. Eyni ilə hədis. Yəni, Allah rəhmət eləsin, o vaxtı Sovet zamanında Allahsızlıq zamanı olubdu. Deyə bilməyiblər ki, imam belə dedi, Peyğəmbər belə dedi, Allah belə dedi. Deyiblər ki, atalardan belə eşitdi. Allah rəhmət eləsin ki, onlar Kərbalay demişkən dini saxladılar və qorudular. Allah inşallah onları Əhl-i Beytlə məşhur eləsin. Bəli, çox gözəl bir nöqtəyə işarə elədiniz. Demək olar ki, verilişimizin sonuna çatmışıq. Əziz qonaqlarımız da yorğundular. Təşəkkür edirik bura qədər. Allah qəbul etsin. Bir daha Allah elminizə, ömrünüzə daha da bərəkət versin. İstifadə elədi. Əziz tamaşaçılarımız da istifadə elədilər. Bir daha qarşıdan gələn bayramlarınızı təbrik edirik. Və inşallah yenə də studiyamıza sizi gözləyəcəyik. İnşallah istifadə edəcəksiniz. Allah qəbul etsin. Bəli, dəyərli izləyicilərimiz, dəyərli qonaqlarımız, Kərbalay Əli Əlizadə və Kərbalay Rüfət Ağayevdən istifadə elədik. Biraz da zarafat elədik burada ki, sizin də üzünüz gülsün. Və biz bilirik ki, bu dünyanın çətinlikləri var, maddi və mənəvi sıxıntıları var. Bir-iki kəlmə xoş söz deyib, təbəssüm etmək insanın qəlbinə, insanın ruhuna aramlıq gətirir. Bu bayram da o anlardan biridir ki, bu bayramda heç nə olmasa da belə ən azından bir zənglə, bir SMS-lə dost, aşına, qohum, uzaqda qalan bir SMS yazmaqla, bir səs yazısı göndərməklə qarşı tərəfə şadlıq, fərəh çatdıra bilərsiniz. Ona görə bunu qənimət bilək, bunu heç vaxt
yəni kənara qoymayaq. Bəli, nəzərinizə çatdıraq ki, İmam Rza əleyhissalamın müqəddəs şəhəri olan Məşhəd şəhərindən, Məşhəddən mesaj verilişində siz əzizlərimizin xidmətində olduğu nəzərə çatdıraq ki, bu veriliş təzə öz fəaliyyətinə başlayır və inşallah sosial şəbəkələrdə də hani bizim bu verilişin özünə məxsus sosial şəbəkəsi yəni var. Bu hər bir videonun kommentlərində öz rəylərinizi yaza bilərsiniz, suallarınızı, məsləhətlərinizi bildirə bilərsiniz və cəmiyyətə lazım olan hansı mühüm mövzular ki var, onları qeyd edib bizə çatdıra bilərsiniz və biz də bu verilişimizdə həmin mövzulara işarə vuracağıq. Sizləri Allaha tapşırırıq. Bir daha bayramımız mübarək olsun. Allah Taala bizi nəfsimizi qurban verənlərdən qərar versin. Amin inşallah. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.